Kaspi Enerji jurnalının hər buraxılışı hansısa mövzuya həsr olunur. Bu səfər Kaspi Enerji jurnalının iyun buraxılışı məhz rəqəmsal enerji, rəqəmsal iqtisadiyyat və bu sektorda süni intellektin tətbiqi müzakirə olunacaq. Artıq 18-dən çox nazirlər, aparıcı dünya şöhrətli ekspertlər və şirkət rəhbərləri öz müsahibələrini bu buraxılışa verməyə razılığını veriblər və bu proses davam edir və mən əminəm ki, bu jurnal sizlərə çox maraqlı olacaq. Əlbəttə ki, Kaspi Enerji jurnalı enerji sözünü daşısa da, daha çox investorlara, həmçinin də qeyri-neft sektorunda çalışan investorlara maraqlıdır. Çünki Xəzər, Qaradəniz və Baltik regionda gedən prosesləri tam geniş, tam ətraflı, birbaşa rəsmilərin adından səsləndirildiyi halda onlar öz investisiya qərarlarını bu müsahibələrə və bizim analitiklərin yazdığı analitik məqalələrə əsasən verirlər. Siz də bizə qoşulun və bizimlə birlikdə Green Energy for Business deyin.